Bu avtomobil təkcə benzinə yox, əsəblərinə də qənaət edir. Bəzən o özünü səndən ağıllı göstərir. Bu ailə crossoveridir. DFSK Y5 Plus. DFSK Y5 Plus plug-in hibriddir. Bir dəfə enerji doldurmaqla 165 kilometr məsafə qət edir. Əgər şarj bitdisə, o zaman benzinə keçəcək. Bu olduqca dinamikdir. Saatda 100 sürətini 7.8 saniyə toplayır. Bu ailə crossoveridir. Deyəsən, ailə də idmançılar ailəsi olmalıdır. Avtomobil 7 yerlidir. Ailə, uşaq, bazarlı, manqal, hətta qaynana da problemsiz yerləşəcək. Dəri salon, zəngin multimedya, naqilsiz şarj və 13 dinamikli audio sistem. Yolda elə bir ki, konsertdəsən. Bu avtomobilin ağıllı FSD askısı yol şəraitinə uyğunlaşır. Onun benzin sərfiyyatını nəzər alsaq, elə maaşa da uyğunlaşır. Tam benzin çəni və batareya şarj olunsa, bir nəfəsə bu avtomobil 1300 kilometr məsafə qət edir. Deyəcək, hardadır bu möcüzə? Əlbəttə, Baku avtomobildə ən sərfəli qiymət və kredit şərtləri ilə.